Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Ajans xəbər verir ki, bu barədə telejurnalistin yaxınları məlumat paylaşıb. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-cı ildə Space telekanalında bir neçə verilişlərin rejissoru işləyib. 2009-cu ildən TRT televiziyasının əməkdaşıdır. TRT Avazda yayımlanan Qafqazlara Əsən Yellər proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət eləsin.